Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir, belə deyək, Kitay sayağı toyuq salatı hazırlayacağıq. Salatı deyəndə yəni ciyarı, bir də ürəyidir. Bunu mən xüsusən belə deyək, ciyarla hazırlayıram. Ancaq belə indi satışda olanda ürək zad olur, elə içində qarışıq eləyirəm. Deməli, bunun üçün bizə lazımdır toyuğun belə deyək, ciyarı, içində ürək də ola bilər, xırda doğranılmış soğan, soyvu sos, yəni bunsuz Kitayların yeməyi olmur, o həm xeyirdir, həm də ətə xüsusi tam verir və duz təbii ki və istiotlar, yəni pul biber, qırmızı istiot, qara istiot, təbii ki də yağ. İndi əziz izləyicilər, başlayırıq siftə ciyarımızı qızartmağa. Deməli, əziz izləyicilər, tavamızı qoyduq və yağ əlavə edirik. Belə deyək, biraz yağa düşsün. Deməli, əziz izləyicilər, gördüyünüz kimi yağımız belə dağ olandan sonra ciyarlarımızı əlavə edirik. Beləcə qarışdırırıq. Üzərinə deməli duz əlavə edirik zövqə görə. İstiotumuzu əlavə edirik. Qara istiot əlavə edirik. Ondan sonra qırmızı istiot əlavə edirik. Bu biraz acı olmalıdır, çünki bilirsiniz də Taylar acı çox yeyir. Və pul biber. Həm onu da qeyd edim ki, əziz izləyicilər, acı yemək çoxlar deyir pisdir, ancaq yox. Acı yemək çox xeyirdir. Mədədə yaz və zat xəstəliyi olmur. Və soyvu sosumuzu əlavə edirik. Beləcə yaxşıca qarışdırırıq. Və əziz izləyicilər, biraz şey olandan sonra da soğanımızı əlavə edirik. Beləcə qarışdırırıq və vamxodda qoyuruq, ağzını da örtürük ki, özü vamxodda pişsin. Əziz izləyicilər, gördüyünüz kimi artıq belə ciyarlarımız pişdi. Kim istəyir belə sulu da götürə bilər, yəni çörək batırıb yeməyə. Kim istəyir biraz da suyu çəkiləndən sonra belə deyərdim, götürə bilər. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza like qoyun. Sağ olun, salamat qalın.